maşınlara indi baxanda bəzi o servislərdən maraqlanıram. Deməli, bu Çin maşınlarında bu həmin o sistemin dəyişməsi hardasa 6-10 min dollar arası məbləğlər gəlir. Düzdür, aşağı-yuxarı məbləğlər də var, hə. Yəni təqribən də, yəni bu aralarda. Yəni bu demək olar ki, maşının bir hissəsi demək olar ki, 1/3-i hətta gəlir çıxır, bəzən yarısı, bəzən yarısı da, ha. Tam haqqlısınız. Yəni bu elə çıxır ki, biz 5 ildən sonra tulluyuruq da maşını. Bəs mən nə deyirəm, qaçetdi də. Mən nətər ilk sözüm nə oldu? Dedim 5 ildən sonra, 6 ildən sonra maşınımı onda belə baxanda telefon kimi alaq da onu. Əgər pulumuz varsa. Nə qədər ucuz alır, var ona gedək onu alaq. Bəli, əgər pulumuz varsa, bəli, nə qədər ucuz var ala bilərsiniz. 5 ildən sonra, 4 ildən sonra, amma niyyətiniz 10 il maşın sürməkdirsə və sistemli maşın sürməkdirsə, o artıq gərək ki, diqqətli olasınız və suallarınızı mən dediyim öncədən verdiyim suallara verəsiniz və ona cavab alasınız.